Bismillahirrahmanirrahim və bihi nəstəin. Mübarək Ramazan ayının günləri bizlərə bərəkət və rəhməti ilə üz tutub. Allah Teala bu ayda edilən ibadət itaətləri, oruc namazları öz dərgahında qəbul etsin. Orucluğun şəri məsələləri ilə bağlı mövzumuz davam edir və orucluq təkcə Ramazan ayında deyil, digər oruclarda var. Məsələn, biz orucların qismlərinə diqqət etsək, vacib oruclar var, Ramazan ayının orucu kimi, müstəhəb oruclar var, insan digər aylarda da bu oruclardan tuta bilər, məsələn, Rəcəb və Şaban ayının orucları kimi və həmçinin məkruh oruc var. Yəni, orucluq hər dəfə bəyənilən bir əməl deyil. Ramazan ayında vacibdir. Rəcəb, Şəban ayında müstəhəbdir, bəyəniləndir. Amma, məsələn, Ərəfə günündə insan əgər Ərəfə gününün əməllərini yerinə yetirməkdə əziyyət çəkərsə, haldan düşərsə, gərək oruç tutmasın. Həmən günü oruç tutmaq məkruh sayılır. Və həmçinin də Aşura günü üçün deyilib ki, Aşura günü oruç tutmaq məkruh əməllərdəndir. Dördüncü qism oruc haram orucdur ki, bayaq dediyimiz kimi, Ramazan ayının orucu vacib olduğu kimi, elə günlər də var ki, o günlərdə oruc tutmaq haramdır. Bu da Fitr bayramı günü, yəni Ramazan ayının bayramı günü oruc tutmaq haramdır və həmçinin Qurban bayramı günü tutulan oruc haram oruclardan sayılır. Allah Teala bizləri vacib və müstəhəb oruclar tutmaqda müvəffəq etsin.